və xalqımızın mütləq əksəriyyəti müsəlmandır. Ermənilərin bizimlə davasının kökündə məhz bu amil dayanır. Yəni, ermənilər bizdən asılı olmayan, ilahi təyinatımıza görə dava aparırlar. Ötən əsrin əvvəllərindən başlayan bu erməni-müsəlman davası ədəbiyyatımıza ya zəlzələdən, ya vəlvələdən yansımadı. Yanlış və yaxud da ki, ötəri yansıdı. Bu əsərlərdən biri də Mirzə Cəlilin Kamança piyesidir. Müzakirə mövzumuz Mirzə Cəlil və onun Kamança piyesi. 3 baxış. Qonaqlarımızı təqdim edirəm. Türkçülük bucağında filologiya üzrə elmlər doktoru Elnara Akimova, müasir bucaqda fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa. Fazil müəllim, sizdən başlayaq. Sizincə Mirzə Cəlilin Kamançası bu günümüz üçün nə dərəcədə faydalıdır? Ümumiyyətlə, Mirzə Cəlil bütün dövrlərimiz üçün faydalıdır və Azərbaycan bayrağı kontekstində Azərbaycan insanının mahiyyətinə diqqət yetirəndə Azərbaycan insanı heç bir ideoloji platformada müəyyən hüdudları aşacaq səviyyədə olmamalıdır. Bayrağımız bir rəngli bayraq deyil. Bayrağımızda hər bir şeyin məhdudlaşdırıcı bir səviyyəsi var. Türklüyün də, müasirliyin də, İslamlığın da. O həddən aşırı gedəndə biz bu ərazidə o yükü qaldıra biləcək səviyyədə olmayan bir millətə çevrilə bilərik. Və ermənilərin yaşadığı faciəni biz yaşaya bilərik. Erməni xəstəliyinin başqa formada bir yoluxmasına səbəb ola bilər. Burada mahiyyət nədir? Bir erməni məsələsi bütövlükdə ən gözəl izahını onların demək dövlət, Sovet dövlət sistemində yuxarı eşalonda olmuş, 26 Bakı komissarı sıralarında olmuş Mikayanın 1919-cu ildə Leninə göndərdiyi bir hesabat var. Real vəziyyətlə bağlı və daşnaqların fəaliyyəti ilə bağlı. Orada maraqlı bir ifadə var ki, onların dənizdən dənizə, Qara dənizdən Aralıq dənizinə qədər bir Ermənistan dövləti qurma ideyası reallığa uyğun olan ideya deyil və türklərin çoxluqda yaşadığı əraziləri də özlərinə tabe etdirərək bunu gerçəkləşdirmək istəyirlər. Bu məzəratçı siyasətin nə qədər ermənilər üçün fəlakətli olduğunu orada vurğuluyur. Özü də təbii ki, sonraki dövrlərdə bunun iştirakçısı olur. Xalqların ən böyük faciəsi reallığa uymayan məzəratçı siyasətdir. Bu, Berdiyevin də bu istiqamətdə yanaşmaları var, Rus filosofu ki, bu məzəratçılıq ideoloji platformada hər şeyin real zəminə oturmadan davam etdirilməsi böyük faciələr yaradır. Mirzə Cəlil Azərbaycan ədəbiyyatında Kamança əsəri ilə çox böyük bir və qısa, lakanik və böyük bir problemin çözümünü çox bir sadə bir formada təqdim edir. Diqqət edirsə, Mirzə Cəlilin bütün dram əsərləri müxtəlif adlarla adlanır. Məsələn, Dəli Yığıncağı komediyadır, Ölülər dramadır. Yeganə əsəri Kamançadır ki, faciədir. Mirzə Cəlil Kamançanın əslində əsərdə bir faciə baş vermir. Bütöv bir faciə baş vermir. Amma əsərin alt qatında yatan, mahiyyətində yatan faciəni əsərin adında məhz ifadə eləyir. Və Mirzə Cəlilin bu baxımdan Kamança əsəri bir problemin açılışı üçün, Azərbaycan xarakterinin, türk xarakterinin açılışı üçün çox faydalıdır. Yazıcı problemə necə münasibət bəsləməlidir? Mirzə Cəlil onu ortaya qoyur. 5 cümlə ilə piyesi ifadə eləyək. Deməli, baxışı erməni Kamança ustasıdır, əsir götürülür və onun füsunkar, ecazkar kaman ifası bizim komandanlığı alt-üst eləyir və o canını qurtarır, əsirlikdən çıxır gedir. Düzgün realizə edir. O zaman gələn mahiyyətə varaq. Deməli, erməni kamançaçı incəsənət xadimidir. Və orada bizim əziz obrazı, səhv eləmirəmsə, kamançanı götürüb sındırmaq istəyir. Baxışı deyir ki, eləmə bunu. Hətta yalvarır ki, eləmə. Və bizim obraz orada bir cümlə işlədir. Deyir, bu nə taxta parçasıdır ki, sənin üçün bu qədər əzizdir. Yəni, Azərbaycanlı bu qədər nadan oldu, bilmədi kamança nədir. Halbuki kamança tarixi olaraq
alət olaraq bizə daha çox məxsusdur, nəinki erməniyə. Bu bucaqdan istəyərəm bir neçə fikir. Elə realizm baxımından Azərbaycanlının, hansısa Azərbaycanlının sənətə dəyər verməməsi mümkündür. Sənətə dəyər verən Azərbaycanlı da mümkündür. Ona görə Mirzə Cəlil burada obrazı hamını bilikli, hamını sənət fədaisi, sənət sevdası daşıyan adam kimi təqdim etməməklə Mirzə Cəlildir. Mirzə Cəlil obrazlarında xalqı şişirtmə yoxdur. Mirzə Cəlil xalqın problemlərinin yaranmasının başqalarında günah axtarmaqla çözüləcəyinə inanmır. Bütün əsərlərində Mirzə Cəlil özü ilə bağlı problem kimi. Mirzə Cəlil erməniləri Azərbaycan cəmiyyəti üçün bir katalizator rolunda görür. Yəni uzun illər ətalət içində yaşayan bir cəmiyyət özü-özünü dəyişmir. Nə dinini dəyişir, nə tarixə baxışını, nə müasirliyi yaxalama çabasına girir. Mirzə Cəlil məhz burada göstərir ki, bir nəfər sənəti anlamayan adam var. 2 nəfər, biri qisas ana gəlir ki, mən onu öldürmək istəyirəm, biri qisas zəminində buna yanaşan var. Amma sənətin təsirləndirdiyi o camiyə var. Diqqət edirsinizsə, onu artıq qəhrəman yüzbaşı oradan yola salanda ki, çıx, dəf ol get, rədd ol get, onda buna etiraz eləyən kimsə olmur. Bu da xalqın sənətə olan bütövlükdə çoxluğun sənətə olan münasibətini göstərən amildir. Xalqın sənətə olan münasibətini göstərir. Amma niyə görə məhz kamança ustası kimi erməni göstərilir? Amma o kamançanın nə olduğunu başa düşməyən Azərbaycanlı. Yox, orada hər halda bütün hallarda bir vəhşi erməni obrazı haqqında hansısa bir personaj nəzərdə tutulmadan bütöv bir təsəvvür yaradılır. Deyir ki, Allah baizkarın evini dağıtsın. Kimdir baizkar? Baizkar, burada əsas siyasi bu konfigurasiyanı yaradanlardan söhbət gedir, kim yaradıbsa. Və diqqət edirsə, orada Mirzə Cəlilin yanaşmasında bir maraqlı detal var. Baxışı hardan gəlir Azərbaycan toyuna? Yəni, Filip Kirkorovun dəvət olunduğu toy müasir baxımdan desək, baxışıya kim pul verir Azərbaycanlılar? Bu, başqa bir obraz verir ki, bu kamançaçı Azərbaycanlı olsaydı və ermənilərin əlinə düşsəydi, onlar ümumiyyətlə o kamanı ifa eləməyə imkan tanıyardılarmı? Ondan əvvəl öldürərdilər daha çox. Yəni, erməni hərbiçisi yanaşma olaraq bir vəhşilik nümunəsi göstərəcəkdir. Necə ki, 18-20-ci ildə göstərdi, Xocalıda göstərdi, başqa yerdə göstərdi. Eyni Xocalı hansısa bir oxşar bənzər analogiyası Azərbaycan tərəfindən edilmədi. Bu qədər savaşın, bu qədər nifrətin, qisas ruhunun içində. Və digər tərəfdən, əgər biz müasir bir prizmadan götürəndə, onda görürük ki, necə biz indi ifadə edirik ki, bizim mülki əhali ilə işimiz yoxdur. Biz hərbiçiləri vururuq. Bu, Mirzə Cəlilin kamançası onun ədəbi mətnidir. Yəni ki, baxışı hərbiçi deyil. Baxışının konkret kimisə öldürməsi ilə bağlı qəhrəman yüzbaşıda inam yoxdur. Baxışı bir kənd musiqiçisidir, toylara gedib pulunu qazanan adamdır, digər bir tarçalanda meşəyə girir, daxil olur. Bu deməkdir ki, biz dünənki və bugünkü xalqın o ümumi genealogiyasında bir dəyişim yoxdur. Məsələyə baxışda dəyişim yoxdur. Və yaxşı ki, bu dəyişim yoxdur. Çünki xalqlar bütün hallarda insanlıq duyğularını itirməməlidirlər. Bu əsər bizim insanlıq duyğumuzun həmişə aktual olduğu, müharibəyə, savaşa, öldürməyə məhkum olduğumuzu, məcburən buna çevrilir. Siz fikir verirsə, qəhrəman yüzbaşı təbiətcə qatil deyil. Amma onun dostlarını öldürənlər qatildirlər. Bunlar öz ideyaları üçün, saxta, məzaraçı ideya üçün adam öldürürlər. O baxımdan da bu əsərdə həm də bir gələcəyə çağırış var. İki xalqın yazısı bu olmalıdır. Yazısı siyasətçi deyil. Yazısının belə bir borcu yoxdur. Sultan Yavuz Səlimin Təbrizdən Anadoluya apardığı sənətkarların içində Şahqulunun, onun oğlu Heydərqulu kamançaçı idi. Və yaxud da ki, İskəndər Münşinin Tarixi Aləməraya Abbasi əsərindəki o kamançaçı, 2-ci Şah İsmailin şəxsi kamançaçısı. Bunu inkar eləyən yoxdur ki, amma ermənilərin də içində
Sovet dövründə belə Nefton, Qriqoryan filanlar bunlar indi oğurluqdan başqa həm də ki eyni regionda yerləşən xalqlar olduğuna görə, İndiyə çünki qədər də hər şeyimizi irəlidəki götürürlər xalqın də. dəyərlərini oğurlamaq, kopyalamaq, götürmək bu təbii bir şeydir. Ona görə də orada Mirzə Cəlil vermir ki, erməni kamança erməniyə məxsusdur. Təkcə onu gətirmir. Kamança erməniyə məxsus olsaydı o musiqini Azərbaycanlı o duyumla hiss eləyib, öz doğma musiqisinin sədalarını, ritmini hiss eləyib o davranışı sərgiləməzdi. Yəni onu o doğma musiqi olduğuna görə bu Mirzə Cəlilin özü də kamança ustası idi. Mirzə Cəlil xatırlayırsınızsa Əmidə xanımın xatirələrində Mirzə Cəlil gözəl kamança çaldı. Əsər yazılıbdı 1920-ci ilin yanvar ayında. Diqqət eləyin. Siz indi sualınıza gəlirəm. 20-ci o dövrdə 18-ci ilin yayından başlayaraq Andranikin başlıq elədiyi quldur dəstələri o kəndləri dağıtmağa başlayırdı və bizdə də o ərazi demək Osmanlı ordusu buradan çıxandan sonra İngiltərənin protektoratına keçdi. Qalib ölkələrin, Antantanın demək ərazisi olaraq götürüldü, ingilislərə verildi və ingilislərin razılığı ilə 1919-cu ildə Xosrov bəy Sultanovun başlığı ilə general qubernatorluq yarandı Qarabağda. Bu davanı, bu ermənilərin hücumlarının qarşısını almaq üçün ingilislər o dövrdə Azərbaycanlılar dəstək verdilər. Hətta Xosrov bəy Sultanovun mandatının tanınması Paris Sülh Konferansında məsələ qaldırılıb, həll olunmuşdu ki, ingilislər bunun arxasında dururdu. Təbii ki, 200-də oyun oynayırdılar, amma bu münaqişəni səncitmək istəyirlər. Siz deyirsiniz ki, Mart soyqırımı baş vermişdi. Diqqət edirsə, Mart soyqırımından 9 ay sonra Azərbaycan parlamenti açılanda 21 nəfər erməni millət vəkili parlamentdə təmsil olunurdu. Ondan sonra onu Rus Milli Şurası ilə birlikdə açılışa gəlmədilər, pozmaq istədilər. Amma sonradan fevral ayından başlayaraq, 19-cu ildən başlayaraq onda 11 nəfər bizim parlamentin iclasında iştirak elədi. Əgər Mart soyqırımı böyük bir faciə idi, o dövrün Azərbaycan siyasətçiləri Topçubaşovu həbs eləmişdilər, müəyyən əziyyət vermişdilər. Belə bir vəziyyətdə 9 ay sonra əgər Azərbaycan siyasi məkanında erməni segmenti yer alırsa, bunu Mirzə Cəlilə bu ittihamı yönətməyimiz doğru olmaz. Mirzə Cəlilin əslində Azərbaycan obrazına kamancada bir ədalətli insan obrazı kimi baxışdır. Mən sizə bir şey deyim, bu siyasət gəldi gedərdi, siyasətdə biz torpaqları da azad eləyəcəyik, bu məsələləri yoluna qoyacağıq. Ədəbiyyatın bütün hallarda qalıcı dəyərləri var. O dəyərləri heç vaxt korlamaq olmaz. O dəyərlərdə bir xalqın obrazı fərqli bir şəkildə təqdim olunmalıdır. Yəni ki, qalıcı bir dəyərlər olaraq təqdim olunmalıdır. Kamança buna xidmət edən bir əsərdir. Mən Kamancada hansısa bir şəkildə bir erməni humanizmini təbliğ edən motivlər görmürəm. Kamançada əslində bir Azərbaycanlı hərbiçinin özü. Orada olsaydı bir ziyalı, təbii ki, o müsavat dövründən söhbət gedir. Yüzbaşı, qəhrəman, çevrəsində olanlar, qardaşı ölmüş, əmisi ölmüş, oğlu ölmüş, ana filan hamısını yaradır və erməni vəhşiliyin bütün komponentlərini orada sadalayır. Amma bütövlükdə bir Azərbaycan hərbiçisinin belə insani dəyərləri ən kritik anda qoruya bildiyini göstərir və bu gün həmən hərbiçi yenə də gedir, məsələn, başqasının kilsəsini dağıtmır. Başqasının günahsız, deyək ki, mülki şəxsi öldürmür. Gəncəni onların bombaladığı kimi onların şəhərini, mülki insanın yaşadığı yeri atəş açmır, bombalamır. Ancaq hərbi hədəfləri vurur. Bu fərqi Mirzə Cəlil bəlkə də bu kamança əsəri ilə sadə, rahat, bəlkə də hamının anlaya biləcəyi bir formada çözə bilibdir. Bu Mirzə Cəlil qələmli oldu. Qaldı Novruzəli, başqa Usta Zeynəllər, amma Mirzə Cəlilin yanaşma metodu fərqli idi. Mirzə Cəlil, deyək ki, bir sonra Azərbaycan romantiklərindən fərqli olaraq xalqı, deyirsə, aşağılamaq, xalqı yuxarılamaq nə deməkdir? Xalqın bəzən o nöqsanlarını göstərməsi. Usta Zeynal peşə əxlaqı sağlam olmayan bir adamdır. Bu günləri həmən Usta Zeynallardan... Xalqın nöqsanlarını göstərə bilərsən, amma o Məmmədqulunu Əhmədqulu ilə müqayisədə... Mən başdan sizə dedim. Məmmədqulunu Akopyanla müqayisədə dünya tarixində, ədəbiyyat tarixində Fazil müəllim elə bir yazıcı yoxdur ki, öz xalqını başqa bir xalqla müqayisə eləyib, başqa bir xalqın nümayəndəsini
üstün göstərsin. Baxın, nümunə deyək. Məsələ budur. Həyatda var. Mən demirəm xalqı tənqid Zeynalabdin eləmək Tağıyevin olmaz. şəriyi erməni olur. Zeynalabdin Tağıyev sonradan o hissələrini alır. Kaspi qəzeti ermənilərin əlində olur Bakıda. Zeynalabdin Tağıyev onu alır, çevirir milli mətbuatın bir bazasına çevirir. Zeynalabdin Tağıyev ermənilər Bakıda qız məktəbi açandan sonra gedir qız məktəbi açmağa. Amma məktəbi açanda ona mane olan erməni deyil, çar da deyil. Gedir Məkkədən kağız gətirir ki, bizim mollalara inandırsın ki, qəbul etdirsin ki, qızlar oxuya bilər, İslam buna qarşı deyil. Yəni, Mirzə Cəlil problemin kökünün cəhalətdə olduğunu görürdü. Və bu cəhalətin də təmsilçiləri kim idi? Novruzəli, Usta Zeynal, başqaları. Bunu verməsən, bu gün də Azərbaycan xalqının problemi, erməni problemini biz aşacağıq. Cəhalət problemini biz hələ uzun illər aşa bilməyək. Bugün 21-ci əsrdə siz Azərbaycanda olan cəhalət komponentlərinə diqqət eləsəz, bir yazarı daşqalaq eləmək, bir deyək ki, düşüncə fikri alt-üst eləmək, linç eləmək düşüncəsi o qədər hazırdır ki, o qədər yetkindir ki, biz hələ o arzuladığımız cəmiyyətə gələ bilmirik. Və bu cəmiyyət, o Usta Zeynalların nəvələridir, o Novruzəlinin nəvələridir və Mirzə Cəlil vaxtında bunu göstərir ki, bunun nəvələri sabah sizə mane olacaqlar. Erməni qarşıda olan düşməndir. Ermənin bizə də Mirzə Cəlil onu göstərir, katalizatordur, xeyri var bəzi məsələlərdə. Müəyyən təhsildə, başqa məsələlərdə bizi məhkum elədi ki, biz hərbiçi kimi ondan yaxşı olaq, alim kimi ondan yaxşı olaq, iqtisadiyyatda ondan güclü olaq, dövlət kimi ondan güclü olaq. Bu rəqabət bizim bütövlükdə başqa xalqlarla müqayisə xeyr. Mirzə Cəlil bunu eləyib. Xalq dilində belə bir ifadə var, qurban olum düşmənə, qoymur məni düşməyə.